adətən siqaret zərərlidir deyib uşaqlar son vaxtlar elektron Ne siqaretlərə fark eder ki? Hazan keçal, keçan hazal. stimul verirlər. Deyirlər ki, nikotin zərərlidir, Boş istifadə şeylər o. eləməyə, elektron siqaretə Ondan keçmək. da betərdir. O daha da betərdir. Yəni o nikotini mayalaşdırmış halda, yəni parfümlaşmış halda, yəni bir sıxılar kompres halda onu bizlərə yəni daha yüksək basınçla, təzyiqlə onu alır. Xəstə bir siqaretə yalandan olsa da filtr var. Yəni, nikotin hamısı süzmür, indi burada varmı, yoxmu? Hamısı bir, yəni içənlər də bilirlər ki, bırax, mən çox yaxın bir tanışım var, elektron siqaret çəkir. Bəs niyə buraxmırsın? Deyir, buraxa bilmirəm ki, mən bunun köləsi olmuşam. Yəni, əl vərdişi olub artıq, yəni də. Bir şey olan kimi əli ona atır. Qazancını ona bağlayıb, ayda 100-200 manat, yəni onun bir də korobkasına mı verir, neyinə mi verir və s. dərkən, yəni həyatı onu endeksləyir. Sonra xəstələnir və bilir ki, xəstələnəcək, sonra müalicə aparacaq. Müalicə nə qədər fayda edəcək, etməyəcək. Mən tələbə illərdə heç unutmuram, patoloji dərsimizdə siqaret çəkən axşar görəndən sonra, şükür ki, indiyə qədər siqaret tükətməmişəm, o da görəndən sonra ağlı başında olan bir insan yəni, siqareti əlinə alıb içməz. Və ya içki içən qaraciyər sirozlu bir qaraciyər görəndən sonra patoloji dərsində, anatomi dərsində, Türkiyədə oxuyanda, yəni onu görəndən sonra axıllı başındakı insan bilə-bilə özünü o hala soxmaz. Avtoqaza eləyər, ciyəri parçalanar, qaraciyər dağılar, o ayrı məsələ. O gözləməyən bir olaydır ancaq. Gözlənən bir olayla mən bilirəm, sən bu məni uçuruma aparırsa, mən niyə ona əlimə atım ki? Qadınlarda məmən kanserinin səbəblərindən birisi siqaradır yəni.